Yenilənən məlumatlarımız var. Eyni zamanda təhlil istiqamətlərimiz də fərqlidir. Odur ki, qısa başlıqlarla başlayaq. Trump sülhdən danışır. Atəşkəs danışıqlarının yeni detalları üzə çıxır. Amma yaxın şərqdə qurulan savaş səhnəsi dağılmaq bilmir. İsrailin Gilana zərbələri davam edir. Ölü və yaralı sayı artmaqdadır. Bundan sonraki gedişat necə olacaq? Müzakirə edəcəyik. İran parlamenti radikal qərarlar verməyə davam edir. Atom enerjisi üzrə beynəlxalq agentliklə əməkdaşlıq dayana bilər. Bu qanun layihəsinin təsdiqi özündə qlobal düzəndə köklü dəyişikliyə etibar edir. İndi nüvə riski heç olmadığı qədər yüksəkdir. Rəsmi Tehran davam yoxsa tamam deyəcək təhlillərimiz olacaq. Yaxın şərq qarışır. Avropa qitəsi isə tərəddüd içindədir. Bu dəfə qoca qitə müharibə arealından uzaqda olsa da təhlükəsizlik təhdidlərini yaxından hiss edir. Elə buna görə də NATO ölkələri müdafiə xərclərini artırır. Alyansın bu qərarı qitənin təhlükəsizliyini bərpa eləyəcəkmi? Suallara ekspertlərlə cavab axtaracaq. Odur ki, gözünüz işgüzar səhərdə olsun. Bəli, dəyərli izləyicilər, bir dahaki İşgüzar səhərin ikinci hissəsində xoş gördük. Vurguladığımız hissələrlə bağlı təhlillərimiz olacaq, dəyərləndirmələr aparacaq, amma saatın önəmli xəbərləri ilə başlayırıq ilk olaraq. Bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək. Bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki 8 noyabr elektrik stansiyasının açılış mərasimindəki çıxışında deyib. Hazırda Mingəçevirdə elektrik enerjimizin 40%-dən çoxunun istehsal olunduğunu vurğulayan Azərbaycan Prezidenti qeyd edib ki, görülmüş bütün bu işlər bir daha ölkənin doğru yolda olduğunu göstərir. Prezident İlham Əliyev çıxışı zamanı həmçinin bildirib ki, Mingəçevirin energetika mərkəzi kimi tarixi zəngindir və burada formalaşan güclü kadr potensialı əlbəttə ki, bugün də bizə əldə edilən uğurlara nail olmaq üçün imkan yaradır. Son 20 il ərzində biz Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları quruldu. Eyni zamanda Mingəçevirdə də yenidən qurma işləri aparılıb deyə Prezident vurğulayıb. Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Bu barədə Prezident İlham Əliyev Mingəçevirdəki 8 noyabr elektrik stansiyasının açılış mərasimindəki çıxışında bildirib. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlət başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilib. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev, Çinin də ticarət tərəfdaşlığımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb. Bəli, indi isə dünya gündəmindən davam eləyəcəyik. Əlbəttə ki, regionun proseslərinə toxunub daha sonra digər istiqamətlərə qayıdacaq. Belə ki, Fakt qəzeti iddia eləyir ki, Sankt-Peterburqda keçirilən konferansda Rusiya Ermənistana daha bir sərt mesaj verib. Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması həm İrəvan, həm də Moskvaya 6 milyard dollara başa gələ bilər. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Averçuk deyib. O açıq şəkildə eyham vurub ki, proses həm də Ermənistan hava məkanının Rusiya təyyarələri üçün bağlamasına gətirib çıxaracaq. Dünən Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zakharova da vurğulayıb ki, İrəvan Avrasiya İqtisadi İttifaqından çıxarsa bir sıra fundamental üstünlüklərini itirəcək. Belə bəyanatlar təsadüfi deyil deyə məlumatda vurğulanır. Qəzet qeyd edir ki, Rusiya təkcə siyasi deyil, həm də iqtisadi və praktik sahədə mövqeyini sərtləşdirir. Əlbəttə ki, çox önəmli bir mesaj idi. Rusiya tərəfindən Ermənistana ötürülən bu mesaj və bu mesajın təhlilini də həyata keçirəcək. İndi isə digər xəbərlərlə davam etmək istəyirik. Hraparak qəzeti yazır ki, Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu və Erməni Apostol kilsəsi ilə bağlı yeni əmr verib. Baş nazir kilsəni dəstəkləyən müxalif qüvvələrə paralel olaraq kilsəyə qarşı atılan addımları, aparılan müharibəyə yeni təkan verməyə də tapşırır. Yaxın vaxtlarda yeni səs-küylü həbslərin olacağı isə istisna edilmir deyə erməni nəşri bildirib. Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu 2-ci Qaragini subaylıq andını pozmaqda
danışmaqda ittiham edib. Paşinyanın sözlərinə görə subaylıq andını pozaraq övlad sahibi olan Qaragin artıq Erməni Apostol kilsəsinin rəhbəri ola bilməz. Həmçinin o, Katolikosu Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətdə günahlandırıb. Ermənistan hökumətinin başçısı Erməni Apostol kilsəsinə yeni Katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb. Bəli, artıq görünür ki, Ermənistan daxilində proseslərdə bir qədər gərgindir. Nəzər salacağımız istiqamətlərdən biridir. Xatırladaq, dünya gündəminin digər xəbərləri ilə davam edirik. İsrail və İran arasında atəşkəs razılaşması qüvvəyə minib. Bunu ABŞ prezidenti Donald Trump sosial media hesabında yazıb. Atəşkəs qüvvədədir. Xahiş edirəm, onu pozmayın, dövlət başçısı bildirib. Elə bu yerdə amma zərbələr də davam etməkdədir, hücumlar da davam etməkdədir. İsrailin zərbələrindən sonra İranın Gilan vilayətində baş verən partlayışlar nəticəsində ən azı 9 nəfər həlak olub. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Qeyd olunur ki, endirilən zərbələr nəticəsində 33 nəfər yaralanıb. İsrail hərbi aviasiyasının hava reydi nəticəsində İranın Tavanir Dövlət Elektrik Şirkətinin baş meneceri Nedar Rafaeli Parsa həlak olub. Mehr xəbər agentliyinə istinadən məlumata görə bu barədə sözü gedən qurumdan məlumat verilib. Bildirilib ki, Rafael Parsa şirkətin elektrik enerjisi infrastrukturunun statistikası sahəsində rəhbərlik eləyib. İsrail və İran arasındakı atəşkəs daha pis müharibə ilə nəticələnəcək. Bunu İsrailin keçmiş müdafiə naziri Avigdor Lieberman deyib. İranla atəşkəs sərt və acı yekun razılaşmadır. Aydın və birmənalı razılaşma olmadan şübhəsiz ki, 2-3 ildən sonra və daha pis şərtlər altında başqa bir müharibə ilə nəticələnəcək deyə sabiq nazir vurğulayıb. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bundan əvvəl İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb. İsrail və İran arasında danışıqlar uğursuz olarsa, Tehran ABŞ-yə kiber hücumlar, raket zərbələri endirə, Hörmüz boğazına bağlaya bilər. Bu barədə The Hill qəzeti yazıb. 2 həftəlik münaqişəyə baxmayaraq, İran hələ də inkişaf etmiş kiber hücum imkanlarına malikdir. Bundan əlavə, Tehranın balistik raketlər ehtiyatı var və bu, yaxın şərqdə Amerika Birləşmiş Ştatları qoşunlarının yerləşdiyi 19 obyektə qarşı istifadə oluna bilər. Digər tərəfdən Ağ Ev ölkə daxilində terror fəaliyyətini də istisna etmir və bundan qorxur deyə nəşr qeyd edib. Qeyd eləyək ki, İsrail və İran arasında atəşkəs artıq elan olunub. İran, Amerika Birləşmiş Ştatlarına İsrailin hücumları dayandırması şərti ilə danışıqlar masasına qayıdacağına söz verib. Bu barədə Washington Post Amerika Birləşmiş Ştatları rəsmilərinə istinadən məlumat yayıb. Atəşkəs təklifi İran rəsmiləri ilə müzakirələrdən sonra gəlib. İranlılar Trump administrasiyasına İsrailin hücumları dayandırması şərti ilə danışıqlar masasına qayıdacağına və nüvə proqramını müzakirə edəcəklərinə söz veriblər. Amerika Birləşmiş Ştatları rəsmisi bunu deyib. Xatırlatmaq da yerinə düşər ki, eyni zamanda İran öz nüvə proqramı ilə bağlı mülki nüvə enerjisi üzrə hüququ özündə saxlayacağını da demişdi, bu cür bəyan etmişdim. Və əlbəttə ki, danışıqlarda hansı şərtlərlə masaya oturulacağı da önəmli bir məqamdır. Bununla bağlı da təhlillərimiz olacaq. Digər xəbərlərlə davam etmək istəyirik. Belə ki, Amerika Birləşmiş Ştatları nüvə obyektlərinə zərbələr endirdikdən sonra İran artıq nüvə silahı yaratmaq iqtidarına deyil. Bu sözləri Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James David Vance deyib. İran nüvə silahına sahib olmağa çox yaxın idi. İndi o, malik olduğu avadanlıqlarla nüvə silahı yarada bilməyəcək. Çünki biz onu məhv etmişik deyə ABŞ rəsmisi bildirib. Bəli, digər məlumatlarımız da var, onlarla da davam edək. Belə ki, Qətər dövləti İranın son addımlarına cavab vermək hüququnu özündə saxlayır. Bu barədə Qətər Xarici İşlər Nazirliyindən BMT baş katibinə ünvanlanmış məktubda bildirilib. Digər bir xəbərimiz isə ondan ibarətdir ki, Washington yenidən İrana hücum eləyərsə, İran Amerika Birləşmiş Ştatlarına daha sarsıdıcı cavab verəcək. Bu barədə isə eyni zamanda Sepahın komandiri briqada generalı Məhəmməd
Pakpur daha doğrusu bildirib. Şər Siyonist rejiminin sağ qalması üçün Amerika xalqının mənafeyini və təhlükəsizliyini talan edən səfeh Amerika prezidentinə xəbərdarlıq edirik ki, o İrana qarşı təcavüzünü təkrar edərsə daha dağıdıcı cavab alacaq və bu tarixə dərs olacaq deyə o bildirib. Artıq buradan da bəllidir ki, hazırda atəşkəs elan olunsa da tərəflər atəşkəsə belə deyək, açıq olduqlarını bildirsələr də, lakin hər iki tərəf gələ biləcək hücumlarla bağlı qarşı tərəfi mesaj verir, qarşı tərəfi hədələyir. İsraildən bənzər mesajı İrana görmüşdü. İndi isə İrandan, Sepahdan mesaj gəldi ki, Amerika bənzər hərəkətləri təkrar eləyərsə, o zaman biz də daha sarsıdıcı cavab verəcəyik deyildi. Hələ ki, son məlumatların təqdimatını burada saxlayırıq. Yenilənən məlumatları əlbəttə ki, an-ban nəzərinizə çatdırırıq. Bunu da vurğulamaq yerinə düşər. Son olaraq onu da qeyd etmək istəyirəm ki, Netanyahu'dan digər bir açıqlama gəlib. Bu da yerinə düşərdi ki, bildirək. İran və İsrail arasında müharibə başa çatdı. İran artıq nüvə dövləti deyil. Bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. Yüksələn Şir əməliyyatı zamanı İsrail dövləti nəhəng tarixi uğurlara imza atdı və özünü dünyanın böyük dövlətləri ilə bir sıraya qoydu deyə Netanyahu bildirib. Bir daha qeyd eləyək ki, o vurğulayır ki, İran artıq nüvə dövləti deyil. Bu önəmli bir məqamdır. Məhz İsrail artıq öz hədəflərinə çatdığına inandı. Çünki müzakirə istiqamətlərimizdən biri buydu ki, İsrail nə vaxta qədər İranda hədəfləri vuracaq, müxtəlif obyektlərə raket zərbəsi endirəcək, nə vaxt inanacaq ki, öz hədəflərinə nail olub deyə artıq baş nazirdən belə bir açıqlama gəldi. Bundan sonraki prosesləri danışacağıq. İndi isə istəyirik canlı bağlantılarla davam eləyək. Ölkə daxilindəki proseslərə də bir qədər nəzər salmağın yeri də hazırda bu dəqiqələrdə və hərəkət iştirakçıları üçün yollarda bir sıra yeniliklər edilir. Bu dəfə avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib düşürməsi üçün daha 3 ünvanda xüsusi yerlər yaradılıb. Bəs həmin yerlərdə paytaxtın hansı əraziləri yerləşir? Yəni həmin yerlər hansı ərazilərdə yerləşir? Sürücülər hansı qaydalara əməl etməlidirlər? Aidə bizə məlumatları təqdim edəcək. Aidə, bir daha xoş gördük səni. Bəs bu yeni mindirib düşürmə məntəqələri harda yerləşir və başqa nə deyə bilərsən xəbərlə bağlı? Nuraynə, yenidən səni və izləyicilərimizi salamlayıram. Hazırda Rəşid Behbudov küçəsindəyik. Belə deyim ki, Dövlət Mahnı Teatrının qarşısındayıq və ilkin olaraq xatırlatma eləyim ki, hər tərəfdə artıq avtobus zolaqları çəkilir və bu zolaqların çəkilməsi də ondan ibarətdir ki, ictimai nəqliyyat daha rahat formada mənzil başına çatsınlar və bununla yanaşı digər hərəkət iştirakçılarının bu zolaqlara daxil olması həm cərimə idi, həm də bal yazılırdı onlara sürücülük vəsiqələrinə. Qeyd edeyim ki, 100 manat məbləğində cərimə olunurdular. Bu da bəzən haqlı narazılıqlara gətirib çıxardırdı. Çünki taksilər əsasən sərnişinləri minib düşürə bilmirdilər. Çünki bu zolağa daxil olduqları təqdirdə onlar cərimə tətbiq olunurdu və bu haqlı narazılıqlardan sonra artıq aidiyyatı qurum Yerüstü Nəqliyyat Agentliyi tərəfindən belə bir layihə irəli sürüldü ki, bəzi ərazilərdə minib düşmə üçün lövhələr yaradılsın və bu minib düşmə əraziləri olsun ki, artıq bugündən etibarən 3 istiqamətdə bu formada həyata keçiriləcək ki, qeyd etdiyim kimi Rəşid Behbudov küçəsi Dövlət Mahnı Teatrının qarşısı, daha sonra Rəşid Behbudov və Mikail Rəfili küçəsi, daha sonra isə 28 may və Fikrət Əmirov küçələrinin kəsişməsi istiqamətində məlumat lövhələri quraşdırılıb və məlumat lövhələrinin üzərində minib düşmə yeri kimi qeyd olunub ki, taksi sürücüləri rahat formada bura daxil ola biləcəklər. Qısa müddət ərzində sərnişinlərin düşürülməsi istiqamətində öz hərəkətlərini edəcəklər. Ancaq durmaq qadağandır. Təbii ki, bu yazını da biz görürük ki, yəni uzun müddət ərzində həmin sürücülər avtomobillərini burada saxlaya bilməzlər. Çünki yenidən onlar cərimə oluna bilərlər və bu məlumat lövhələrinin quraşdırılması müəyyən ərazilərdə tətbiq olunur və təbii ki, bunun sayı artırılacaq. Ancaq burada nəzər yetirilir ki, avtomobillərin manevrlərinin edilmədiyi istiqamətlərdə, daha rahat istiqamətlərdə olsun ki, həm sərnişinlər üçün, eləcə də arxadan gələn avtobuslarda hər hansısa bir problemlər yaşanmasın, qısa müddət ərzində sərnişinlər rahat formada minib düşə bilsinlər. Bir daha xatırladıram, Rəşid Behbudov küçəsi, Mikail Rəfili küçəsi ilə kəsişməsi və 28 may küçəsi ilə kəsişən istiqamətdə, 3 istiqamətdə bugündən etibarən sürücülər, əsasən də taksi sürücüləri rahat formada harda bu məlumat lövhəsini görürlərsə, həmin məlumat lövhəsinin yanında tez, qısa müddət ərzində sərnişinləri düşürə və yaxud da mindirə biləcəklər ki, onlar 100 manat cərimə olunmayacaqlar. Çatdıracağım informasiyalar Nuraynə hələlik bundan ibarətdir və sözü yenidən sən ötürürəm.
Təşəkkürlər Aydə, məlumatları çatdırdığın üçün. İndi isə digər bir canlı bağlantımız olacaq. Zeynəb bizi gözləyir. Bugün paytaxtın bəzi ərazilərində verilən kommunal xidmətlərdə qısa fasilələr yaranacaq. Bura işıq və qaz xidmətləri daxildir. Zeynəb bizə bununla bağlı təfərrüatları danışacaq. Zeynəb, bir daha xoş gördük səni. Məhz bu problem nə ilə bağlıdır və paytaxtın hansı ərazilərini əhatə eləyəcək? Salam Nüranə, bir daha efirimizin növbəti saatında ilk olaraq Azərqaz İstehsalat Birliyinin məlumatını vermək istəyirəm. Bununla paralel olaraq Azərşıq Açıq Səhmdar Cəmiyyətindən də məlumat gəlib ki, bəzi ərazilərdə işıq olmayacaq. İlk olaraq paytaxt ərazisi ilə bağlı qaz təchizatında hansı ərazilərdə fasilə yaranacaq? Bununla bağlı məlumat verək. Qeyd eləyək ki, Sabunçu rayonu üzrə bəzi istiqamətlərdə qazın verilişində fasilə yaranacaq ki, bu qaz xəttlərinin daha təhlükəsiz əraziyə belə deyək, aparılması istiqamətində görülən işlər çərçivəsində baş verəcək. Sabunçu rayonunda qeyd eləyək ki, Yeni Romana qəsəbəsi, bununla yanaşı Nardaran, Sabunçu və Maşdağa qəsəbələrinin bəzi ərazilərində olmayacaq qaz və eyni zamanda Suraxanı rayonunun Deputatski küçəsinin də bəzi ərazilərini əhatə eləyəcək. Təhlükəsiz əraziyə köçürüldükdən sonra qaz xətləri və eyni zamanda tənzimləyicilərin yeniləri ilə əvəzlənməsi istiqamətində işlər yekunlaşdıqdan sonra qazın verilişi artıq əvvəlki qaydada olacaq və qeyd eləyək ki, 9:30-dan artıq fasilənin belə deyək, fasilələrlə qazın verilməsinə başlanılıb və digər istiqamətlər isə ölkənin bölgələridir ki, bura qeyd eləyək ki, Saatlı rayonu, bununla yanaşı Cəlilabad rayonu və Sabirabad rayona aiddir. İlk olaraq Sabirabad rayonu ilə bağlı məlumat vermək istəyirəm. 17 kəndində qaz olmayacaq və bugün saat 10-dan artıq fasilə yaranmağa başlayıb. Həm də eyni zamanda statistika verilib və qeyd olunub ki, 7846 abonentin qaz verilişində fasilə olacaq. Bu isə yeraltı qaz xəttində olan qaz sızmasının aradan qaldırılması istiqamətində görülən işlərlə bağlıdır. Yəni bu iş bitdikdən sonra yenidən həmin əraziyə qaz veriləcək və eyni zamanda vurğuladım ki, Cəlilabad rayonu üzrə isə qeyd eləyək ki, 25 yaşayış məntəqəsində qazın verilişi dayandırılacaq və vurğulanan məlumata görə bu 11 mindən çox abonenti əhatə eləyəcək. Bununla yanaşı Saatlı rayona aiddir bura və Saatlı rayonu üzrə isə qeyd olunur ki, 15 yaşayış məntəqəsi üzrə qazın verilişində fasilə yaranacaq. Burada isə saat 9-dan artıq həmin fasilənin, yəni fasilələrlə qazın verilməsinə başlanılıb. İşlər yekunlaşdıqdan sonra artıq həmin ərazilərdə də qaz veriləcək. Bununla yanaşı paytaxtın bəzi ərazilərində işığın verilişində fasilə yaranacaq. Bununla bağlı Azərşıq Açıq Səhmdar Cəmiyyəti məlumat verdi və bildirildi ki, səhər saatlarından artıq başlayıb bu və hava xətlərində, işıq xətlərinin hava xətləri üzrə təmir işləri gedir. Təmir işləri yekunlaşdıqdan sonra yenidən qazın verilişində belə deyək, məhdudiyyət olmayacaq və səhər saat 10-dan 13:00 kimi, gün ortaya kimi bu fasilə yaranacaq. Bəli, Nuranə, Azərqaz İstehsalat Birliyi eyni zamanda Azərşıq Açıq Səhmdar Cəmiyyətinin informasiyasını izləyicilərlə bölüşdük ki, hansı ərazilərdə qaz və işıq olmayacaq, hansı tarixlərə qədər və səbəblər nələrdən ibarətdir. Burada informasiyamı yekunlaşdırıb sözü yenidən sizə ötürürəm. Təşəkkürlər Zeynəb, ətraflı məlumatları təqdim etdiyin üçün. Belə ki, bu saat olan canlı bağlantıları yekunlaşdırırıq. Keçəcəyik indi təhlillərimizə, bəs təhlil istiqamətlərimiz hansılardır, onları xatırladaq və video anonsa baxaq. İsrail İranın Gilan əyalətinə hava zərbələri həyata keçirib. Bu həmlələrin atəşkəsin davamlılığına təsirindən danışacağıq. Tehranla Tel-Əviv arasındakı atəşkəs danışıqlarının ilkin detalları üzə çıxıb. Birləşmiş Ştatlar və Qətər prosesdə necə rol oynayıb? NATO ölkələri müdafiə xərclərini artırır. Alyansın Avropanın təhlükəsizliyi uğrunda qurduğu planlara toxunacağıq. Gözünüz işgüzar səhərdə olsun. Bəli, dəyərli izləyicilər, müzakirə istiqamətimiz məhz yaxın şərq məsələləri ilə bağlıdır ki, ilk olaraq yenilənən son məlumatlar var. Onları təqdim edək, daha sonra təhlillərimizə keçək. Belə ki, iyunun 13-dən İrana qarşı keçirdiyimiz hərbi əməliyyatların bütün məqsədlərinə nail olmuşuq. Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Briqada generalı Efi Defrin deyib. Bir daha qeyd eləyək ki, İsrail tərəfindən və İsrail ordusuna açıqlama verilib ki, iyunun 13-dən İrana qarşı keçirilən əməliyyatlarda bütün məqsədlərinə nail olublar deyə.
digər bir açıqlama da var. Bu da İsraillə bağlıdır və gələn açıqlamaya görə İsrail hazırda hava məkanını açıb. Bununla bağlı da Times of Israel məlumat verib. Bu barədə ölkənin hava limanları agentliyinin məlumatıdır deyə qeyd edilib. İranla münaqişə səbəblərindən İsrail hava sahəsi bağlanmışdı. Artıq İsrail öz hava məkanını açdı deyə son məlumatı da təqdim etdi. İndi isə əlbəttə ki, təhlillərimizdə bu atəşkəsin davamlılığından danışacağıq. Çünki İsrail daxilində də atəşkəsə qarşı çıxanları görürük. Digər tərəfdən Sepah generalının Amerika Birləşmiş Ştatlarına bir mesajı oldu ki, əgər siz əməl etməzsinizsə, o zaman biz daha sarsıdıcı zərbə həyata keçirəcəyik. İsrail tərəfdən də vurğulandı ki, İranın əməl etməsini gözləyirik. Çünki nə qədər onlar üçün acı olsa da, bu atəşkəsə İran əməl etməzsə, biz də qarşı əməliyyatlar həyata keçirəcəyik dedilər. Və eyni zamanda vurğulamaq da yerinə düşər ki, Qətərdən önəmli bir açıqlama gəldi. İrana cavab haqqımızı, hüququmuzu hələ də özümüzdə saxlamışıq dedi. Bütün bunların müzakirəsini vaxt itirmədən studiyamızın qonağı siyasi şərhçi Anar İsayevlə həyata keçirmək istəyirik və Anar bəyə masamızın ətrafına dəvət edirik. Anar bəy, xoş gördük sizi, xoş gəlmişsiniz. Xoş gününüz olsun, Nurhan xanım. Atəşkəs qüvvəyə mindi səhər saatlarından Trump elan elədi, lakin bundan sonra hər iki tərəf təsdiqlənməsinə baxmayaraq bir-birlərinə mesajlar ötürdülər ki, məhz atəşkəs belə deyək, pozularsa belə sarsıdıcı zərbə endirəcəyik, belə bir cavabımız olacaq deyə. Və eyni zamanda ilk təhlillər də bu istiqamətdədir ki, qiymətləndirilir ki, o qədər də davamlı olmayacaq bu atəşkəs. Siz nə düşünürsünüz? Həqiqətən də tərəflər hazırda bu atəşkəsə riayət etmək iqtidarındadırlarmı və bunu davamlılığını gətirəcəklərmi? Bir məqamı qeyd etmək istəyirəm ki, bilirsiniz ki, hələ İran və İsrail arasında olan bu münaqişə başlamamışdan, yəni hərbi münaqişəyə çevrilməmişdən, müharibə səviyyəsinə gəlib çatmamışdan da hər iki ölkə bir-birinə hədələyici tonda, hədələyici ritorika ilə müraciət edirdilər və bəyanatlarında da İsrail İranı, İran İsraili və s. Yəni bu istiqamətdə bir-birini hədələyici tonla təhdid edirdilər. Və sizin də qeyd etdiyiniz məsələ ki, yəni dünənləri artıq dünən gecə əldə olunubdur, deməli, müvəqqəti olaraq atəşkəs. Çünki bunu mən müvəqqəti niyə adlandırıram, açıqlayacağım bu barədə ki, nə üçün müvəqqətidir. Əldə olunmuş atəşkəsdən sonra da ritorika eyni formada qalır. Yəni həm İranın İsrailə qarşı ritorikası, Sepah generalının həm Amerika Birləşmiş Ştatlarına, həm də İsrailin İrana qarşı mesajları, yəni biz çox sərt və kəskin cavablar verəcəyik əgər atəşkəs pozularsa. Əslində atəşkəsin tam olaraq detalları nədən ibarətdir? Bu günləri ictimaiyyətə hələ ki məlumat verilməyib. Müəyyən bir, ona görə biz təxminlər üzərində deyə bilərik ki, bu atəşkəs əgər humanitar məqsəd daşıyırsa, müvəqqəti, əgər humanitar məqsəd daşıyırsa, mən düşünürəm ki, bu müvəqqəti olacaq. Yəni 3, 5 və yaxud da ki, 1 həftə, 2 həftə müddətində mümkün ola bilər. Lakin bu razılaşma şifahi formadadırsa, yenə də həmçinin qeyd etdiyim kimi Amerika Birləşmiş Ştatları Donald Trump da öz dünən etdiyi çıxışda qeyd elədi ki, hər iki tərəf atəşkəsə artıq riayət etməlidir. Atəşkəs əldə olunubdur. Dediniz ki, şifahi formadadırsa. Biz bilirik ki, Qətər əmri hər iki tərəflə danışıb, telefon danışığında əldə olunub. Bu nəyi dəyişir bəs? Yəni ümumiyyətlə biri var, atəşkəs rəsmi olaraq protokollaşdırılır. Yəni rəsmi olaraq protokollaşdırılır ki, bu atəşkəs o artıq müddəti də mümkündür və orada detallar, şərtlər hamısı göstərilir. Bir də var ki, hələ ki müvəqqəti olaraq, yəni sizin də qeyd etdiyiniz kimi telefon üzərindən və yaxud da ki, ümumi razılaşma ilə ki, bir müddət atəşkəsi saxlayaq və bu atəşkəsin əldə olunması, yəni atəşkəsin müharibənin dayanması, qarşılıqlı raketlərin, raket zərbələrinin dayanmasının əslində nəyə xidmət edir? Yəni bunun arxa fonunda olan məsələlər nədən ibarətdir? Yəni bunu biz əslində açmalıyıq bu günləri ki, bu günləri əldə olunan atəşkəs uzun müddətlidirmi? Yəni sual budur, uzun müddətlidirmi? Mən düşünürəm ki, uzun müddətli ola bilər. Amma atəşkəs adətən çox uzun müddətli olmaz. Atəşkəsdən sonraki mərhələ elə sülh müqaviləsinin əldə olunmasıdır. Amma bu sülh müqaviləsi də bilirsiniz ki, bayaq da qeyd olundu, xəbərlərdə oxundu, artıq İsrail tərəfi öz bəyanatlarında hədəflərinə çatdığını qeyd edir. Yəni biz artıq müharibənin qalibi kimi artıq özlərini elan edirlər. Əslində baxanda bu günlərim İsrailin
İrana hücumu, yəni ayın 13-dən başlayan bu hücum müddəti, yəni 11 günlük müddətdə demək olar ki, İranın bütün infrastrukturunu, yəni hərbi infrastrukturunun hamısı darmadağın oldu. Və bu günlər biz İranın əsas gücü, qüvvəsi, əsas belə deyək də, dünyaya təhdid eləyən gücü Sepahdırsa, Sepahın demək olar ki, bir 20-dən çox, hətta 30-a qədər rəhbərliyi, generalları məhv olundu. Və dünən bilirsiniz ki, çox geniş miqyaslı hücumu oldu İsrailin İrana, geniş miqyaslı raket hücumları oldu və indiyə qədər ən böyük miqyaslı hücum olduğu qiymətləndirildi. Nə üçün? Çünki vurulan, ümumiyyətlə İsrailin atdığı raketlər, ümumiyyətlə hədəflərinə biz baxsaq görərik ki, heç bir mülki, bunu xüsusilə qeyd etmək lazım ki, əslində mülki insanları hədəf almır. Bütün hədəflər İranın hərbi infrastrukturunu, hərbi strukturlarının, bazalarını vurur. Və xüsusilə mən qeyd etdim ki, deməli, ayın 13-də bilirsiniz ki, Sepahın rəhbərliyində olan generalların çoxusu öldürüldü və bugün, dünənki hücumda isə Sepaha bağlı olan qərargahların demək olar ki, hamısı məhv edilibdir. Tamamilə demək olar ki, məhv edilibdir ki, biz ondan Sərallahı məsələn misal çəkə bilərik ki, və yaxud da Naja əks kəşfiyyat xidmətinin qərargahını nəzərdə, Bəsicin qərargahını nəzərdə tutub deyə bilərəm mən. Və digər Sepaha bağlı olan qərargahlar dünənki hücumda hamısı demək olar ki, məhv oldu. Yəni sözümün əsas məqsədi ondan ibarətdir ki, yəni İran artıq bu atəşkəsə bir növ məcbur oldu. Yəni həm bütün obyektlər, nüvə obyektləri, yəni 3 bilirsiniz ki, nüvənin uranın zənginləşdirilməsi və nüvə silahının əldə olunması üçün 3 bazası var idi bunun. Həmin bazalarda Amerika Birləşmiş Ştatları tərəfindən bombardman olunduqdan sonra, doğrudur, müxtəlif versiyalar var ki, buradakı texnika, texnologiya, daha doğrusu uranın, yəni zənginləşdirilmiş uran həmin ərazidən çıxarılıb və s. və axır. Yəni bunlar ehtimallardır. Amma əslində həmin bazalar, yəni həmin o zavodlar mı deyə, həmin o qərargahlar mı deyə artıq yoxdur. O nöqteyi nəzərdən bəli, İsrailin açıqlaması ilə qismən olsa razılaşmaq olar ki, İsrail tam olmasa da qismən, mən tam nə üçün deyirəm tam olmasa da, mən düşünürəm ki, İsrailin həm də Amerika Birləşmiş Ştatlarının məqsədləri, bu hücumda məqsədləri həm də İran rejiminin dəyişilməsinə hesablanmış hücumlar idi. Bu, Molla rejiminin dəyişilməsinə hesablanmış hücumlardır. Amma buna tam nail ola bilməyibdir. Amma hansı ki, İsrail özünə qarşı təhlükə hiss etdiyi, demək olar ki, bütün obyektləri, İranın bütün infrastrukturunu məhv olunur. Anar bəy, nüvə silahı yarada bilməyəcək dedilər. İsraildən belə bir bəyanat gəldi. Yəni ki, həmin obyektlər məhv edilib, alimlər öldürülübsə, əllərində zənginləşdirilmiş uran belə olsa, bunu bir silaha çevirə bilməyəcəklər. Yəni müddət lazımdır. O məntiqlənmi bu açıqlama verilir? Bəli. Həmçinin yadımızdadır, nüvə proqramı ilə bağlı Amerika Birləşmiş Ştatlarının ilk günlərdə bir şərtləri var idi İrana ötürdüyü. Qarşı şərtlərdə də İran vurulamışdı ki, biz zənginləşdirdiyimiz uranı 3-cü ölkəyə, orada İranın belə bir təklifi vardı, Fransaya ötürülməsinə razıyıq. Artıq bu məsələlər pərdə arxasında da həll olunmuş ola bilərmi? Yəni ehtimallar var, onu Nurhan xanım qeyd etmək istəyirəm. Yəni bu detallar, xüsusilə bu atəşkəsin sağlanmasında, əldə olunmasında olan detallar əgər ictimaiyyətə açıqlanarsa, biz bunu tam təfsilatı ilə bilə bilərik ki, hansı nəticələr əldə olunub. Amma dediyim kimi, infrastruktur məhv olubdur. Yəni Fordo, Natanz, yəni bütün bu nüvə uranın zənginləşdirilməsi üçün olan obyektlər, zavodlar, qərargahlar deyək, bunlar hamısı artıq neytrallaşdırılıbdır. Hə, ola bilər, qeyd etdiyim kimi və yaxud da qeyd etmişəm mən bu barədə ki, ola bilər ki, o zənginləşdirilmiş nəzərdə tutulmuş o uran başqa bir yerdə olsun, amma başqa bir yerdə bunu nüvə silahına çevirmək üçün həm zamana yenidən ehtiyac var, həm də siz dediyiniz kimi mütəxəssislərə ehtiyac var, həmçinin də texnologiyaya ehtiyac var. Yəni artıq o texnologiya, o qurğular, o texnologiya artıq yoxdur, darmadağın olunubdur, məhv olunubdur həmin texnologiya. Hə, üçüncü bir ölkə, məsələn, mən hətta Rusiyanın belə gəlib orada yəni atom deməli, nüvə enerjisindən istifadə etmək üçün zavodun tikilməsində
prosesdə vasitəçi olması kimi təkliflər var idi. Bilirsiniz ki, Rusiya ilə İran arasında da həm bu ilin yanvar ayında strateji əməkdaşlıq haqqında, tərəfdaşlıq haqqında sənəd imzalanıbdır. Və o nöqteyi nəzərdən həm Rusiyanın mən adını çəkirəm və Fransa, əslində Fransanın da İrana bilirsiniz ki, təsiri olan bir dövlətlərdən biridir. Yəni, neytral dövlət olaraq nəzərdə tutulur ki, Fransa həm belə deyək də İrana bu və ya digər formada yaxınlığı ilə, həmçinin NATO dövləti, Avropa dövləti olması ilə biz Fransanın vasitəçiliyi ilə nüvənin zənginləşdirilməsi prosesini davam elətdirə bilərik. Amma qeyd etdiyim kimi, yəni bu proseslər indi nə vaxta kimi davam edəcəkdir və davam edəcəkmi? Yəni buna razılaşacaqlarmı? Yəni Amerika Birləşmiş Ştatları və yaxud da İsrail ümumiyyətlə əslində hələ uranın zənginləşdirilməsinin ilkin mərhələsində bilirsiniz ki, İran uranı zənginləşdirərək nüvə enerjisi almasını, atom enerjisi almasını nəzərdə tuturdu. Ona görə zənginləşdirirdi. Lakin getdikcə proses artıq fərqli istiqamətə getməyə başladı və bu da təbii ki, Amerika Birləşmiş Ştatlarını narahat etməyə bilməzdi. Çünki belə deyək də, Amerika Birləşmiş Ştatları belə bir nüvə silahının, İranın nüvə silahının əldə etməsindən sonra mənfi bir tendensiya yarana bilər. Yəni Amerikanın əslində ortaya qoyduğu arqument bundan ibarətdir ki, mənfi bir tendensiya yarana bilər. İran əldə edibsə, digər dövlətlərdə və ya da körfəz dövlətləri də niyə əldə eləməsin? Hər kəs, hər bir dövlət istəyər ki, bizdə də nüvə silahı olsun, atom bombası olsun və s. və ilaxır. O nöqteyi nəzərdən İranın nüvə silahı əldə olunmasının qarşısını alırlar. Və o ta bugünə qədər, yəni müharibənin başlandığı dövrə qədər də və bugün də davam edir Siyonist rejim İsraili adlandırır və həmçinin Amerikaya ölüm, İsrailə ölüm şüarları və s. Və yekun nəticə olaraq bu günləri İran gəldi, deməli, bu nöqtəyə çatdı. Və bu günləri dediyiniz kimi atəşkəs əldə olunur və bu atəşkəsin, qeyd etdiyim kimi, atəşkəsin müddətini proqnozlaşdırmaq bir qədər çətindir. Son bir sualım da olacaq. Məsələn, Qətər Xarici İşlər Nazirliyinin önəmli bir açıqlaması oldu ki, bizim İrana cavab vermə hüququmuz özümüzdədir, bu hüququ saxlayırıq. Bu mesajı necə başa düşək? Yəni, İran-İsrail gərginliyə bir atəşkəs oldu, onu təhlil edirik, nə qədər davamı olacaq? Bu tərəfdən Qətərdən belə bir açıqlama gəlir, məhz həmin dəqiqələrdə. Baxın, Qətəri bilirsiniz ki, İran vurdu. Yəni, Qətər dediyimiz Qətərdə olan Amerika Birləşmiş Ştatlarının bazasına vurdu. Yəni, bu əslində həm də bir dövlət olaraq dövlətə bir təhdid idi. Mənim ərazimdə yerləşir, bəli, baza İrana və Amerika Birləşmiş Ştatlarına məxsusdur. Amma ərazi mənimdir, ölkəm mənimdir, hava sərhədlərimi pozmusan və s. və s. Yəni, ora hücum, raket hücumu olsa belə, yəni bu elə həmçinin Qətara hücum, Qətər dövlətinə hücum kimi qəbul olunur. O nöqteyi nəzərdən Qətərin belə bir bəyanat verməsi təbii və normal qarşılanmalıdır. Amma qeyd etdiyiniz kimi, yəni bu atəşkəs əldə olunduğu bir zamanda bu atəşkəsin deməli hələ bir belə deyək də mürəkkəbi qurulmayan bir vaxtda Qətərin bu formada ifadə etməsi əslində bu bir diplomatik bir gedişdir, bir şey deyil ki, yəni biz sizdən qorxmuruq, İrana mesajdır ki, bu təkrar olunmasın. Yəni bu əslində necə ifadə edeyim bunu, ümumiyyətlə bu yaxın şərqdə baş verən, bu İran hadisələri də Amerika Birləşmiş Ştatlarının həmçinin, yəni bu proseslərə biz ümumilikdə nəzər yetirəndə görürsən ki, ümumiyyətlə də əslində hücum eləyən tərəf, tutaq ki, İsrail hücum eləyir, əvvəlcədən məlumat ötürür ki, falan yerləri vuracaq və yaxud da İran məlumat verir ki, mən sabah raketləri buraxacam. Xatırlayırsınızsa, hətta bir müddət əvvəl də İran və İsrail arasında yaranan qarşıdurmada 48 saatdan sonra vaxtında deyildi ki, biz raketləri buraxacağıq İsrailə. Yəni, əslində burada bir propaganda gedir. Həm də bir fərqli bir siyasət var burada, mən görürəm ki. Və o nöqteyi nəzərdən mən düşünürəm ki, bu atəşkəs məsələsi də hər halda mən düşünürəm ki, İran tərəfindən pozulması İranın belə deyək də Sepaha bağlı olan o proksi qüvvələri tərəfindən mümkün. Amma birbaşa İranın özündən yox. Onu da xüsusilə İsrail Xarici İşlər Nazirliyi, həmçinin Müdafiə Nazirliyi də bu barədə qeyd elədi ki, hətta İsrailin İrana proksi qüvvələr tərəfindən, tutaq ki, İrana bağlı olan qüvvələr tərəfindən, Livanda olan, Qəzzada yerləşən və yaxud da Suriya ərazisində olan o qüvvələrdən əgər bizə qarşı hər hansısa bir təpki olarsa, hücum olarsa, bu əslində atəşkəsin pozulması kimi biz bunu qəbul edəcəyik. O nöqtədə birbaşa İrandan mən düşünmürəm ki, yəni bu qədər dağıntıdan sonra sadaladım ki, artıq demək olar ki, Sepahın rəhbərliyində demək olar ki, heç kim qalmayıbdır. Yenisini əlavə öldürürlər.
yeni bir deməli yeni təyinat olur. Həmin təyinatdan bir müddət sonra, bir gün, 2 gün sonra yenidən həmin adamı deməli öldürürlər, aradan götürürlər. O nöqteyi nəzərdən həm rəhbərlik, həm də qərargahlar, struktur tamamilə məhv olduğuna görə mən düşünürəm ki, bir mola, bir fasiləyə İranın da ehtiyacı var. Aydın, çox sağ olun Anar bəy. Təşəkkür edib dəvətimizi qəbul edib gəldiniz və dəyərləndirmələr üçün. Qeyd edək ki, biz İran-İsrail gərginliyinin müzakirəsini bu dəfə o istiqamətdə həyata keçirdik ki, Sepahdan Amerika Birləşmiş Ştatlarına bir mesaj var idi. Əgər dedi, hücum eləsəz daha sarsıdıcı cavablarla qarşılaşacaqsınız. Qətər Xarici İşlər Nazirliyi isə İrana cavab hüququmuzu özümüzə saxlayırıq dedi. Məhz atəşkəsin əldə olunduğu dəqiqələrdə bu açıqlama niyə verildi? Onları təhlil etdi. İndi isə bir araşdırmamız var, onunla davam etmək istəyirik. NATO ölkələri Donald Trump'ın müdafiə xərclərini ümumi daxili məhsulun 5%-nə qədər artırmaq tələbini yerinə yetirəcək. Qərarın əsas qayəsinə yaxın şərqdə gedən proseslərin dayandığı istisna edilmir. Görünür, bütün bu amillər fonunda Avropa təhlükəsizliyini zəmanət altına almağa çalışır. Ümumiyyətlə, bu addım NATO'nun perspektivinə nə vəd eləyəcək? Bu sahədə araşdırmalar nəyi deməyə əsas verir? Biz də araşdırmışıq, izləyək. NATO-ya üzv olan ölkələr müdafiə xərclərini ümumdaxili məhsulun 5%-nə qədər artırmaq barədə razılığa gəlib. Məlumdur ki, bu tələb Ağ Ev lideri Donald Trump'ın ilk prezidentlik dövründən irəli sürülüb. Hazırda yaxın şərqdə eskalasiyanın gərgin fazada davam etdiyi dönəmdə NATO'dan Ağ Ev liderini razı salacaq qərarın gəlməsi maraq doğurur. Analitiklər mövcud durumda alyansa üzv ölkələrdən belə bir addımın atılmasının kökündə müəyyən səbəblərin yatdığını deyirlər. İlk olaraq bunun Vaşinqtondan Kiyevə hərbi tədarükləri yenidən əvvəlki səviyyədə həyata keçirmək məqsədi daşıdığı ehtimal edilir. Bu həm də Vaşinqtonun NATO'dan uzaqlaşma cəhdlərinin qarşısını almağa hesablanmış addım kimi də dəyərləndirilir. Analitiklər deyirlər ki, mövcud razılaşma alyansın perspektivini zəmanət altına ala bilər. Qərarın detallarına gəldikdə isə saziş ümumdaxili məhsulun ən azı 3,5%-nin əsas hərbi ehtiyaclara xərclənməsini, əlavə 1,5%-nin isə əlaqədar xərclərə ayrılmasını nəzərdə tutur. Bugün Avropa ölkələrin Donald Trump'ın NATO xərcləri çərçivəsində xərclərin 5%-ə qədər artırılması tələbinin qəbul edilməsi əslində bir zərurətə çevrilir və bu günlərim onlar da yaxşı fərqindədir ki, ilk növbədə həmən vəsait elə kiçik Avropa ölkələrinin özünün hava hücumundan müdafiə sistemlərinin yenilənməsi və bütövlükdə istənilən şərti düşmənə qarşı Avropa dövlətlərinin birgə və çox qabaqlayıcı addımlar atmaqla zərbə endirməsi baxımından çox faydalı olardı. Ona görə bu ölkələr bu xərclərin ayrılmasında indi tərəddüd etməyəcəkdir. Bütün bunlara baxmayaraq Avropa ölkələri arasında mövcud qərarla bağlı geniş fikir ayrılığı var. Analitiklər deyirlər ki, razılıq əldə olunsa da bəzi qərb dövlətləri prosesi azı yaxın 10 ilə həyata keçirə biləcək. Məsələn, Böyük Britaniya son həftələrədək hərbi büdcəni 2027-ci ilə qədər ümumi daxili məhsulun 2,5%-nə, 2034-cü ilə qədər isə 3%-ə çatdıracağını vəd edirdi. Digər tərəfdən Almaniyanın daxilində mövcud qərarı narazılıqla qarşılayanlar çoxluq təşkil edir. Siyasətçilərin fikrincə tələb edilən rəqəm federal büdcənin 42%-ni təşkil edir ki, bu da 230 milyard avronun ayrılması deməkdir. Beləliklə, qərarın icrasının iqtisadi sahədə ciddi boşluqlar meydana gətirəcəyi proqnozlaşdırılır. Bundan başqa razılaşmanın dərhal ardınca İspaniya hökumət rəsmiləri 5%lik hədəfə çatmaq məcburiyyətində qalmayacaqlarını deyib. NATO'nun hesablamalarına görə Madrid 2024-cü ildə ümumdaxili məhsulun yalnız 1,24%-ni müdafiəyə xərcləyib. Bu rəqəm isə indiyədək tələb olunan 2%lik həddə belə yaxınlaşmır. Hiç kuşku yok ki burada biz Amerika Birleşik Devletleri'nin de bugün işte İsrail'le olan durum, İran ve İsrail savaşında mutlaka bir müttefiklik ve Avrupa'nın bu anlamdaki psikolojik desteğine muhakkak ihtiyacı vardır. Hatta belki İngiltere'nin ve bu anlamda Almanya'nın ve Fransa'nın fiziki desteklerine de belki ihtiyaç olarak başvuru yapacaktır. Ama hiç kuşku yok ki burada aslında iki tarafta kendi kartlarını çok derinden görmüştür. Bu konjonktür dağıldıktan sonra mutlaka Avrupa kendi güvenlik mimarisini de mutlaka inşa etmek için çabalamaya devam edecektir. Ekspertlər deyirlər ki, Rusiyadan artan təhdidlər fonunda üstəlik Birləşmiş Ştatların hərbi diqqətinin İrana çevrildiyi, həmçinin Pekinlə ticarət savaşında olduğu dönəmdə Avropanın təhlükəsizliyini zəmanət altına alması zərurətə çevrilib.
Bu baxımdan müdafiə xərclərini ümumdaxili məhsulun 5%-nə qədər artırmaq barədə razılığın bu sahədə ciddi müsbət nəticələr vəd edəcəyi düşünülür. Vurğulamaqda fayda var ki, kompromis sammitdə NATO-nun 32 üzvünün liderləri tərəfindən təsdiq edildikdən sonra rəsmiləşəcək. Bəli, araşdırmamızdan sonra indi təhlillərimizlə davam edəcək. Əlbəttə bir qədər də regiona nəzər salaq. Yəni Cənubi Qafqazda nələr baş verir deyə. Məhz PAS qəzetinin iddiasını, nəşrin yazısını təqdim etmişdik. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə imzalanmasını istəyirdi. Bu önəmli bir yazıdır. Həmçinin erməni nəşri iddia eləyir ki, Ermənistan hökumətinin başçısı artıq bununla bağlı Türkiyə liderinə birbaşa müraciət edib. Bu günlərdə həm mediada, həm də sosial şəbəkələrdə Nikol Paşinyanın Türkiyə səfəri və İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı müxtəlif məlumatlar dolaşır. Onlardan biri də Ermənistan Baş nazirinin Türkiyə prezidentinə müraciət etməsi və onun vasitəçiliyinin tezliklə Azərbaycanla sülh sazişinin imzalanmasına gəlməsi, yəni vasitəçiliklə imzalanması məsələsidir ki, bu gündəmdədir Ermənistan mediasında və məhz Nikol Paşinyanın Türkiyə səfərindən sonra bu kimi yazılar yazılmağa başlayıb. Verilən açıqlamalar da önəmli idi. Səfər sonrası Paşinyanın açıqlamaları, Zəngəzur dəhlizinin açılması çox yaxşıdır. Onlar Türk dövlətləri birləşmək istəyirlər, bizdən sadəcə bir yol istəyirlər. Niyə də olmasın, mən onun adını dəyişəcəm, sülh qovşağı qoyacam dedi və istəyirik ki, vaxt itirmədən bu iddianı biz müzakirə eləyək. Hazırda bizlə bağlantıda olan siyasi şərhçi Vüqar İskəndərovla danışacağıq. Vüqar bəy, xoş gördük sizi. Xoş gördük. Vüqar bəy, PAS nəşrinin iddiasını təhlil eləyək istəyirəm. Paşinyan deyir ki, Ərdoğana müraciət edib ki, onun vasitəçiliyi ilə sülh müqaviləsi imzalansın. Bu artıq məhz Azərbaycanın irəli sürdüyü o iki önəmli şərtin də qəbul edildiyi mi deməkdir? Necə anlayaq bu iddianı? Nə qədər gerçək ola bilər bu iddia? Yəni biz Ermənistan mediasında bilirik ki, Paşinyan Prezident İlham Əliyevlə görüşəndə, Rəcəb Tayyib Ərdoğanla görüşəndə müxtəlif həqiqəti əks etdirməyən iddialar paylaşılır. Bu da onlardan biridirmi, yoxsa necə başa düşək? Təbii olaraq bu səfər barəsində Ermənistan mediasında bir çox məqalələr dərc olunur, bir çox fikirlər var. Onların içərisində pozitiv və negativ təbii ki, məlumatlar da kifayət qədərdir. Burada baxmaq lazımdır, ən əsas Paşinyanın səfərinin məqsədi və buradan doğan nəticələr. Ən birincisi, bu Azərbaycan və Türkiyənin yalnız regional yox, qlobal anlamda artan gücü. Paşinyan bunu çoxdan qəbul edib və anlayır. Sadəcə olaraq burada mən bir neçə məqamlar toxunmalı, özüm üçün qeyd etdim, məqamlar toxunmuşam. Birincisi, dünyada gərginlik fonunda Ermənistan bir növ çətin bir durumdadır. Çünki əvvəlki yaratılmaz siyasət eyni vaxtda bir neçə stulda oturmaq cəhdləri qəbul edilməzdir. Bu dünya siyasətində belə formada uğur qazanan ölkə mövcud deyil. Ermənistanın ən böyük yaratılmazlığı siyasətində buradan başlayır. İkinci məsələ regional vəziyyət. İran, İsrail məsələləri və Ermənistanın ən çox nicat kimi gördüyü İrandan artıq əlini üzməsi bu nə deməkdir? Çünki İran özünün problemləri kifayət qədərdir. O mənada təbii olaraq Ermənistan və Paşinyan anlayır ki, yeganə nicat yolu indiyə qədər ona söylənilər Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, təbii olaraq bu vəziyyətdən Türkiyə vasitəsilə Avropaya çıxmaq, nəfəsli açmaq. Üçüncü məsələ, İranın özünün çətin vəziyyəti olaraq artıq Ermənistan tamamilə dəstəyini, üzünü İran tərəfində çevirməyə məcburdur. Bu həm də bir onun üçün gələcək perspektiv planlardakı mövqeyini formalaşdırmaqdır. Nə etsin Paşinyan? Dördüncü məsələ, Ermənistanda həm də seçkilər gözlənilir. Bu mənada Ermənistan daxilində kifayət qədər Paşinyana təzyiqlər var. Burada Rusiya faktoru, daxildə digər qüvvələrə işləyən digər tərəflər, siyasi və qeyri-siyasi tərəflər, kilsə, apostol kilsə və s. Bunların fonunda Paşinyan anlayır ki, İlham Əliyevin onun qarşısında qoyduğu şərtlər icra olunmalıdır. Və bu mənada Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmalıdır və bunu təbii olaraq Türkiyə də böyük ölkədir və Türkiyə sizdə bu mənada regionda aktiv olmaq çətin olardı. Və səfəri biz əslində qalsa tarixi adlandıra bilərik.
Çünki həqiqətən də indiyə qədər ki, Ermənistan daxilində olan Türkiyə-fobiya, Azərbaycan-fobiya və ümumiyyətlə Azərbaycanla olan münasibətlər kənara qoysaq, Türkiyə ilə olan Ermənistanın münasibətlərinə yeni səhifə kimi və cəsarətli addımda demək olar, adlandırmaq olar. 5-ci məsələ Rusiyanın Ermənistana yenidən o siyasətdə aktivləşməsi. Paşinyan nəfəsliyi aşmaq istəyir və o Türkiyə prezidenti ilə təbii olaraq bunu müzakirə etmək istəyir ki, gələcək tamamilə Rusiya daxil olmaq istəsə, müqavimət göstərsə, nə qədər gücü var və ona hansı dəstək ola bilər? Təbii olaraq unutmayaq ki, burada həmin səfərdən bir gün əvvəl Azərbaycan prezidenti Cənab İlham Əliyev Ərdoğanla bu görüşü barəsində kifayət qədər müzakirələr aparıblar və Türkiyədə Ermənistana öz şərtlərini, yəni Azərbaycan və Türkiyənin birgə olan, qarşılıqlı olan şərtlərini söyləyib və Paşinyan evə qayıdaraq, Türkiyədən qayıdaraq bunları qarşısına qoyaraq analiz etməli və onun qarşısında olan ən rasional addımı atmalıdır. Bu, təşkil edirəm, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, sülh müqaviləsini imzalamaq, Zəngəzur dəhlizi ilə bağlı olan məsələləri qeyri-şəxsi qəbul etmək. Əsas ümumi olaraq mənzərə budur. Vüqar bəy, Zəngəzur dəhlizi ilə bağlı məhz Nikol Paşinyanın açıqlaması oldu. Dedi ki, bir yol istəyirlər türk dövlətləri, türk dünyasını birləşdirmək üçün. Niyə də olmasın, bu həmçinin də Ermənistanın xeyrinə təhlil apardı. Mən onun adını dəyişdirəcəm, dedi, sülh qovşağı olsun. Azərbaycan üçün adın önəmi yoxdur. Əlbəttə ki, Azərbaycan üçün o dəhlizin açılmasının önəmidir. Bu məsələ bu cür həll olundu. ATƏT-in Minsk qrupu şərtimiz isə Ermənistan tərəfi deyir ki, sülh müqaviləsinin eyni gündə imzalaya bilərik. Azərbaycan deyək ki, bununla da razıdır. Amma digər önəmli bir məqam var, axı, konstitusiyanın dəyişdirilməsi. Onunla bağlı Rusiya, daha doğrusu Ermənistan yaxın vaxtlarda hansısa bir gediş eləyəcəyini demir. 2027-dən tez bu məsələ olmayacaq deyir, referendum keçirilməyəcək deyir. O halda bəs sülhlə bağlı məhz Rəcəb Tayyip Ərdoğandan xahiş edilibsə, danışılıbsa, bu məsələdə nə danışılıb, nə razılıq əldə olunub konstitusiya məsələsində? Çox yaxşı sualdır. Mən sizə bir məsələni qeyd edeyim. Bu, o qədər konkret məsələdir ki, yəni Paşinyan üçün amma bir sonda burada bir qorxu var, təhlükə var. Çünki konstitusiyanın dəyişilməsi ilə bağlı Ermənistanda baş verəcək hadisələri Paşinyan və komandası proqnozlaşdıra bilmir. Çünki bu onlar üçün bir intihar kimi də deyənlər var Türkiyə, Ermənistan cəmiyyətində və partiyalar müxalifətdə olan və digər qüvvələrə işləyən. O mənada Paşinyan bunu Cənab İlham Əliyevlə və Cənab Ərdoğanla yumuşatmağa çalışır. Və xatırlayırsınızsa, Avropada Cənab Prezidenti Qofiyə dəvət etməsi əsas məsələ bu idi. O, baxışlarından hiss olunur, bədən dili hiss olunur ki, o bu mənada Azərbaycan prezidentindən hansısa bir imdad gözləyir. Yəni, mənə heç olmasa zaman verin, daxildə problemlərim mövcuddur, seçkilər var. Ondan sonra təbii olaraq bu Azərbaycanın Minsk qrupu məsələsi qeyd etdiniz və konstitusiyanın dəyişilməsi məsələsində alternativ bir fikir yoxdur. O, təbii olaraq Ərdoğanla da bu məsələni müzakirə edib, amma mən düşünürəm ki, Azərbaycan və Türkiyə bu məsələdə saatları Bakı və Ankaradan qurur. Burada güzəşt ola bilməz, çünki hətta həmin o konstitusiyada və gerqlərdə, hətta Türkiyədə iddialar mövcuddur. Bu mənada Paşinyan daxili nizam-intizamı qaydaya salıb, tamamilə özünü rahat hiss etməlidir ki, bu məsələnin də konstitusiya məsələsində həll etsin. Amma şərt ortadadır, mütləq Ermənistan bu addımı atmalıdır. Başqa yolda yoxdur. Aydın, çox sağ olun Vüqar bəy. Təşəkkür edirik önəmli dəyərləndirmələriniz üçün. Məhz Ermənistan mediasının iddiası üzərində təhlillər həyata keçirdik ki, Nikol Paşinyanın Türkiyə səfərindən sonra məhz sülh müqavilənin imzalanması üçün Rəcəb Tayyip Ərdoğana müraciət etdiyi deyilirdi və bu vasitəçiliklə yaxın zamanlarda sülhün imzalanacağı yazılırdı erməni mediasına. Biz də təhlil etdik geniş şəkildə. Son önəmli xəbərlərimiz var. Məhz İran-İsrail gərginliyi ilə bağlı. Xatırladaq ki, bugün səhər saatlarında, yəni bir neçə saat öncə iki ölkə arasında atəşkəs elan olundu. Donald Trump artıq atəşkəs elan olunduğunu və xahiş edirəm bunu pozmayın deyə bir açıqlama yaydı ki, son məlumat var. Atəşkəs razılaşması qüvvəyə mindikdən 3 saat sonra
İrandan raket zərbələri ilə İsrailin şimal bölgəsində həyəcan siqnalı işə salınıb. Bu barədə İsrail kütləvi informasiya vasitələri məlumat yayıb. Ölkənin şimal əraziləri üzərində bir balistik raketin zərərsizləşdirildiyi bildirilir. Bir daha qeyd eləyək ki, İran tərəfi atəşkəsi pozub. Bununla bağlı İsrail kütləvi informasiya vasitələri məlumat yayıb. Atəşkəsin elan olunmasından düz 3 saat sonra yenidən İsrailə hücumlar həyata keçirilib deyə məlumat paylaşılıb. Məhz İsrail tərəfindən də atəşkəslə bağlı yeni açıqlamalar var. Onlar da önəmlidir. İstəyirəm ki, nəzərinizə çatdıraq. Belə ki, qeyd eləyək ki, İsrail parlamentinin deputatı Den İlloz İrana qarşı hərbi əməliyyatların dayandırılmasına qarşı olduğunu bildirib. İranın tam məğlub edilməli olduğunu deyir və eyni zamanda İrandakı rejimlə razılaşmaların bağlanıldığı bir rejim deyil, ancaq məğlub edilməli olan bir rejimdir. Qərar istədiyimizi əldə etdikdə verilməlidir. Onlarla imzalanması lazım olan yeganə razılaşma onların kapitulyasiya aktı olmalıydı. Bu təkcə nüvə silahları, raketlər və terroru maliyyələşdirməsi məsələsi deyil. Bunlar sadəcə vasitələrdir. Bu, İsraili məhv etməyə hədəfləyən bir ideologiyaya qarşı mübarizədir deyə o deyib və o məğlub edilməlidir. Yeni vasitələr tapılacaq deyə deputat vurğulayıb. Bir daha qeyd eləyək ki, İsrail tərəfindən imzalanan bu atəşkəs, imzalanan deyə bilmərik, razılaşdırılan. Çünki imzalanan sənədlə bağlı hazırda heç bir xəbər yoxdur. Bu razılaşma ilə bağlı yeni məlumatlar gəlir və onlar bildirirlər ki, İsrail deputatları hazırda bu atəşkəsə razı deyirlər və atəşkəs də bir daha qeyd eləyək ki, İsrail kütləvi informasiya vasitələrinin xəbərinə görə İran tərəfindən pozulub 3 saat sonra. Məhz İranın Rusiya ilə bağlı da bir açıqlaması var. Təbii ki, Rusiya İranla çoxillik dostluq münasibətləri olan ölkə kimi bu kritik dövrdə xüsusi mövqe tutur. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Tehranın İsrail və Amerika Birləşmiş Ştatları ilə münaqişə kontekstində Moskvadan gözləntiləri ilə bağlı mövqeyini şərh eləyərkən deyib. O, Rusiyanın təkcə birgə hərtərəfli fəaliyyət planının iştirakçısı və BMT Təhlükəsizlik Şurasının üzvü deyil, həm də nüfuzlu qonşu dövləti olduğunu, buna görə də regional hadisələrin onun üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. İranın Rusiya ilə strateji tərəfdaşlıq sazişi olan bir ölkə kimi Moskvadan həm çox tərəfli səviyyədə, xüsusən də BMT Təhlükəsizlik Şurasının həm də regional səviyyədə fəal rolu ilə bağlı aydın gözləntiləri var deyə Nazirliyin rəsmisi qeyd edib. Son xəbərləri burada təqdim etdi. Əlbəttə ki, yeniləndikcə anbaan sizin nəzərinizə çatdırırıq. İndi isə bu dəqiqələrdə foto xəbərə nəzər salmaq istəyirik. Tehran sakinləri İsrailin hücumları nəticəsində həyatını itirən İran Qızıl Aypara Cəmiyyəti əməkdaşlarının xatirəsini yad eləyiblər. Onlar hücuma məruz qalan avtomobilə gül və ləçəklər qoyublar. İran ordusunun baş komandanı Əmir Hatəmi ordu zabitlərinin müşayiəti ilə video konferans keçirib. O, qərargahda digər yüksək rütbəli həmkarları ilə video zənglə danışıb. İnsanlar İranın mümkün raket hücumlarına qarşı tədbir məqsədi ilə gecəni yeraltı sığınacaqlarda keçiriblər. Foto Təl-Əvivdəki sığınacaqların birində qeydə alınıb və həmin sığınacaqlardakı həyat şəraitini görürük bu görüntüdə. Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyada baş nazir Kir Starmerlə görüşür və səmimi görüntüləri də diqqət çəkir. Tibb işçiləri Ukrayna paytaxtı Kiyevdə Rusiyanın hücumundan sonra əhaliyə yardım eləyirlər. Bəli, foto xəbəri təqdim etdi. İndi isə qısa bir ara olacaq, daha sonra yenidən ekranlardayıq.